Bəlkə də dəfələrlə bu maraqlı abidənin yanından ötüb keçmişik, amma çoxları bilmir ki, bu qurğu 20-ci əsrin 50-ci illərinə qədər Bakını içməli su ilə təmin edən ən vacib qurğulardan biri olub. Hazırda Bakının bir neçə ərazisində gözə dəyən bu qurğular tarixi abidə kimi Mədəniyyət Nazirliyi tərəfindən qorunmaqdadır. Paytaxtın səs-küyü içində susmuş, zaman keçdikcə yeni tikililərin arasında görünməzə çevrilmiş köhnə su qüllələri bir əsr əvvəl Bakı sakinlərinin axışdığı əsas ünvanlardan biri idi. Şollar su kəmərinin şəhərə çəkildiyi 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində bu cür qüllələr paytaxtın müxtəlif məhəllələrində fəaliyyət göstərirdi. Sakinlər buradan şollar suyunu götürür, qüllələrin içində susatan adlanan nəzarətçilər isə gecə-gündüz xidmət aparırdı. Təxminən bir əsr öncə Bakının su probleminin həll olunması üçün xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev İngilis mühəndis William Lindleyi işə cəlb edir. 1889-cu ilin payızında Bakının 186 kilometrliyində Şahdağ ətrafında yeraltı bulaq sularının axtarışı məqsədi ilə quyular qazdırır. Quba qəzasının şollar və Fərzəli oba mənbələrindən yüksək keyfiyyətli suyun Bakıya çəkilməsi təxminən 24 milyon rublə başa gəlir. Əslində qısa müddət deyil, dövrün çətin şərtləri, Birinci Dünya müharibəsi və yayılan epidemiya səbəbindən kəmərin çəkilişi ləngiyir. Sosial gərginliyin pik həddində az əmək haqqına çalışmaq istəməyən fəhlələr tikintini tərk edir. Məcburiyyətdən kəmərin tikintisində dustaq əməyindən istifadə olunur. Düz 18 il sonra o dövrə görə Avropanın ən uzun su kəmərinin çəkilişi ərsəyə gəlir. Bunun ardınca isə şəhərin əsas nöqtələrində su qüllələri tikilir. Nəhayət təntənəli açılış günü 1917-ci ilin fevralında baş tutur. İlk kranı açmaq şərəfi Hacı Zeynalabdin Tağıyevə nəsib olur. Lindley isə əməyinə görə Bakının fəxri vətəndaşı adını alır və Zaqafqaziya dəmir yolu ona ömürlük pulsuz bilet hədiyyə edir. Belə çətin və şərəfli tarixi yol keçmiş su qüllələrinin bir çoxu təəssüf ki, indi baxımsız vəziyyətdədir. Amma şəhərin mərkəzi yerlərində yerləşənlər tarixi abidə kimi Mədəniyyət Nazirliyi tərəfindən qorunur. Bax, gördüyünüz bu su qülləsi isə az qala tarixin səhifələrinə silinəcəkdir. Hələ ötən il ərazidə aparılan tikinti işləri ilə əlaqədar qüllə tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Ancaq əlaqədar qurumların dərhal müdaxiləsindən sonra ərazi lentlərlə əhatələndi və ətrafı abadlaşdırıldı. Yaxın gələcəkdə isə yenidən bərpa olunacağı nəzərdə tutulur. Hazırda Bakının daş şahidləri kimi yaşamına davam edən daha neçə tikilinin yenidən mühəndis toxunuşuna ehtiyacı var. Şəfiqə Şəfa, Pərviz Allahverdiyev, Bizim Media.